suala zəhmət olmasa vaxtınız olanda baxarsınızsa. Onun neçə dənə izahlarına baxmışam YouTube-da. Heç biri məni qane eləmir. Elə bu səs yazılısından sonra mən də bu suala baxmağa qərarlaşdırdım ki, müdavimimə kömək edim. Deməli, yazırıq 2NH3 və biz burada qeyri-polar rabitə, bir dənə azot arasında 3 dənə, hidrogen arasında bir dənə qeyri-polar rabitə var. 4 mol götürdükdə 4-ü rabitə sayına vursaq 12 dənə qeyri-polar rabitəmiz olacaqdır. 8 mol götürüldüyünə 8-də 1-ə vursaq 8 dənə qeyri-polar, yəni cəmi ümumilikdə 20 qeyri-polar rabitəmiz var. 20 qeyri-polar rabitə əgər 2,5 dəfə azalıbsa, deməli 8 azalıb 8 qalacaqdır. Yəni nə qədər sərf olunubdur? Burada 12 dənə 12 qeyri-polar rabitəmiz belə deyək ki, qırılıbdır. İndi biz həmin o qırılmaya baxacağıq. Təbii ki, burada başlanğıc, sərf və tarazlığı qeyd edirəm. Qabın həcmi də 1 litrə bərabər olduğu üçün S bərabərdir nü bölünsün V düsturundan. S nüyə bərabər olacaq. Birbaşa rahatçılıqla işləyə bilərik. 4 və 8 mol götürürük. N2-nin sərf olunanını və H2-nin sərf olunanını 2x, 3x qədər 3x, yəni əmsal kimi nisbətləri yazıram. Və bu sərf olunma nəticəsində də bu 12 qeyri-polar rabitə azalacaqdır. X qədər N2-də 3 dənə rabitə olduğu üçün 3x qədər N2-də olacaqdır. 3x qədər hidrogen sərf olunduğu üçün 3x qədər də bir dənə rabitədir. Vurdum 3-ə, 3x qədər də hidrogenin qeyri-polar rabitəsi cəm eləyirəm 12-yə bərabərdir və x-i tapıram ki 2. X 2-yə bərabərsə buradan 2-lər yoğunlaşdırsaq, tarazlıq tapsaq 4-dən 2 çıxarıq 2, 8-dən 6 çıxdıqda 2, NH3-ün tarazlığı isə 4-ə bərabər olacaq. KT-ni hesablayıram. SNH3-ün kvadratı bölünsün SN2 vurar SH2. Yəni 4-ün kvadratı bölünsün 2 vurulsun 2-nin kubu. Cavab eləyər 1.